Bir neçə gündür regionumuz yenə də qaynayır və Azərbaycanın ətrafında həqiqətən də bizim ən böyük bəxtsizliyimiz bəlkə də elə bu regionda dünyaya gəlməyimiz, bu regionda yerləşməyimizdir. Azərbaycanın cənubunda, İranda bu gün baş verənlər, təbii ki, İranda baş verənlərə Azərbaycanlıların özlərində də müxtəlif yanaşmalar var. Azərbaycanlıların bir qismi, hətta nəinki Azərbaycanlıların, bugün İran İslam Respublikasının vətəndaşları olan insanların bir qismi İranda baş verən proseslərə, yəni proseslərin fonunda İran ali dini rəhbərliyinin dünyasının dəyişməsi və digər ordu generallarının dünyasının dəyişməsinə sevinənlər də var, buna kədərlənənlər də var. Yəni nəinki Azərbaycanlılar, hətta İran vətəndaşları özləri də fikir ayrılıqlarındadırlar. Özlərinin də bir qrupu sevinir. Çünki uzun illərdir İranda ali dini rejim insanlara zülm edirdi. Nə qədər insanlar öldürülüb, nə qədər insanlar edam edilib, insanların hüquq və azadlıqları əlindən alınmışdı. Ümumiyyətlə İranda təbii ki, azadlıq müzakirə mövzusu belə ola bilməz. Və bütün bunların sonunda da ABŞ hardasa 30 ilə yaxındır hər dəfə İranı vurmaqla hədələyən ABŞ bu günlərdə yəni artıq bu məsələnin demək olar ki, nöqtəsini qoymağa başlayıb. Hələ ki davam edir. Doğrudur, İran tərəfi də zərbələr endirir. İran tərəfi İsraillə yanaşı digər körfəz ölkələrdə, hətta müsəlman olan körfəz ölkələrinə də zərbə endirir. Bunun özü də çox maraqlıdır. Amma hal-hazırda mən düşünürəm ki, İranın durumu elədir ki, İran bu dəqiqə sadəcə bütün düymələri basmaqla sanki bütün yerləri hədəfə alıb. Azərbaycan olaraq biz burada necə davranmalıyıq? Azərbaycanın bundan sonraki taleyi bu məsələlər fonunda necə olacaq? Bizim üçün təbii ki, önəmli olan budur. Bizim üçün önəmli olan bu məsələdə Azərbaycanın hansı tərəfdə durmalı olduğu, Azərbaycanın bu məsələlərə necə yanaşması olduğudur. Mən düşünürəm ki, bu son günlərdə Azərbaycan iqtidarının bu məsələdə atdığı addımlar, göstərdiyi münasibət mən doğru hesab edirəm. Biz bu məsələyə heç cürə qarışmamalıyıq. Təbii ki, İranda bizim soydaşlarımız da var. Bizimlə qanı bir, canı bir olan 30 milyondan daha artıq orada bizim insanımız var. Yəni Azərbaycandan daha çox Azərbaycanlı bugün İran İslam Respublikasında yaşayır. Təbriz mənim həmişə bu mövqedə fikirlərim, düşünürəm ki, əvvəlki videoları izləmişsinizsə biləcəksiniz. Mən Təbriz mövzusunda fikirlərim aydındır. Mən yenə də düşünürəm ki, Təbriz nə vaxtsa Azərbaycan Respublikasının baş şəhəri olacaq. Amma indi Təbriz İran İslam Respublikasının bir hissəsidir və orada yaşayan Azərbaycanlılar, soydaşlarımız da həmin ölkənin vətəndaşlarıdır və təbii ki, onların təhlükəsizliyi, onların mənafeleri bu dəqiqə bizi daha çox maraqlandırır. Nəinki İran hökumətinin durumu. İran hökumətinin durumunun indiki vəziyyəti onların elə bu illər ərzində öz xalqına, öz vətəndaşlarına yaşadıqları nəticədən irəli gəlir. Və bugün İranda milli birliyin olmaması, İranda bütün vətəndaşların bu durumda İranı dəstəkləməməsinin səbəbi elə İranın ali dini rejimidir. Təbii ki, mən onların daxili işinə qarışmaq istəmirəm. Amerikadan fərqli olaraq. Açığı mən düşünürəm ki, hər bir ölkənin müqəddəratını onun vətəndaşları həll etməlidir. Hansısa bir ölkəyə bomba atıb o ölkənin liderini öldürməklə sonra orada ABŞ-ın istədiyi bir adamı rəhbər seçəcəklərsə, prezident və yaxud seçəcəklərsə, bunun da çox da müsbət tərəflərin olacağına açığı inanmıram. İndi təbii ki, bunu zaman göstərəcək. İran nə qədər dəyişəcək, İranda baş verən proseslərin sonu necə olacaq? Bizə əsas maraqlı olan oradakı Azərbaycanlılardır və bugün İranda baş verənlərin İranın qonşusu olaraq Azərbaycana nə kimi təsirləri ola biləcək məsələsidir. Təbii ki, əslində İranın bugünkü durumu, İranın qapalı rejimdə olması, İranın dini rejim tərəfindən idarə olunması, dünya ilə qərblə münasibətlərinin yaxşı olmaması bir növ bizə bu faydalı idi. Çünki Azərbaycanın burada önəmi artırdı. Azərbaycan logistik formada layihələrdə iştirak edirdi. Azərbaycan körpü rolunu oynuyordu. Amma İran dəyişəcəksə, İran müasirləşəcəksə,
İran dünya ilə ayaqlaşacaqsa, onda mən düşünürəm ki, burada Azərbaycanın iqtisadi cəhətdən bizim itirəcəklərimiz olacaq. İndi bunlar sonranın müzakirə mövzusudur. Çünki indi bugün dünyada əsas mövzu, həm də elə biz Azərbaycanlılar üçün əsas mövzu insan həyatlarıdır. Nə olsun ölənlər, dünyasını dəyişənlər İranlılardır və yaxud da İsraillilərdir və yaxud Fələstinlilərdir. Dünyanın bütün nöqtələrində biz sülh arzulamalıyıq və həqiqətən də bugün dünya elə bir duruma gəlib çıxıb ki, bugün dünyada vəziyyət o qədər mürəkkəbdir ki, İranda baş verən proseslərin fonunda vurulan məktəb hələ qərarlaşdıra bilinmir. Bunu İsrail tərəfi vurub, bunu ABŞ tərəfi vurub, yoxsa bunu İranın öz içində İsrail və ABŞ-ın əks propagandası üçün vurulub. Çünki ABŞ əgər ABŞ tərəfi və yaxud da İsrail tərəfi əgər dəqiq həmlə zərbəsi ilə İranın birinci şəxsini, ali dini liderini, yəni bu qədər qorunan bir insanını dəqiq zərbə ilə vurub onlara müxtəlif tələfatlar, müxtəlif səviyyədə çox böyük tələfatlar yaşada bilirsə, hökumət kontekstində bunu deyirəm. Niyə İsrail və yaxud da ABŞ tərəfi bir məktəbi bombalamalıdır? Baxın, burası bir qədər mənim özümə də şübhəlidir. Doğrudur, mən burada indi demək istəmirəm ki, müharibə aparan tərəflərdən ABŞ və İsrail tərəfi daha yaxşı müharibə aparandır, daha humanist müharibə aparandır. Belə bir şey yoxdur. Biz bunun Fələstində nümunəsini görmüşük zaten. Və İsrail-Fələstin müharibəsində nə qədər ağır nəticələrinin olduğunu, nə qədər insan tələfatı, nə qədər körpə uşaqların dünyasını dəyişdiyini biz zaten görmüşük. Amma İran məsələsi bir qədər fərqlidir və burada Sepahın əsas generallarının vurulması, İranın dini rejimin nümayəndələrinin vurulması bu artıq çox böyük rezonans doğurdu. Bu çox böyük əks-səda doğurdu ki, necə ola bilir ki, İran kimi ölkə uzun illərdir sanksiyalara rəğmən ayaqda durmağı bacaran, hələ bir durub yaxşı-yaxşı da ABŞ-ın əleyhinə danışan, onlara az qala nota verən bir ölkə öz birinci şəxsini qoruya bilmədi və ilk zərbədəcə o və onun ailəsi artıq tələf oldular. İndi bu düşünüləsi məqamlardır. Bu dəqiqə dünyada beynəlxalq hüquq hansı yerdədir? Beynəlxalq hüquq hansı yerdədir ki, bugün ABŞ-la münasibəti yaxşı olan ölkələrdə diktatura belə olsa, hər növ hüquq pozuntusu belə olsa, amma həmin ölkələrin daxili işinə qarışmama prinsipini ABŞ əldə tutur. Amma İran kimi münasibətləri yaxşı olmayan və bir çox məsələlərdə, xüsusilə də neft məsələsində ABŞ-la razılığa gələ bilməyən bir ölkənin sonu da baxın İran kimi olur. Və burada Çinin mövqeyi maraqlıdır. Çünki İran üçün ən böyük, İran bazarının ən böyük alıcısı elə Çin idi. Yəni neft baxımından mən bunu deyirəm. Görək Çinin bu məsələyə münasibəti necə olacaq və həqiqətən də dünya müharibəsi başlayıbsa, bu dünya müharibəsində Çinin hansısa bir formada kənarda qalması təbii ki, Çin siyasəti üçün, Çin diplomatiyası üçün ən böyük uğurlardan biri olacaq. Və bundan təbii ki, ən böyük dividendləri Çin götürəcək. Çünki regionda Rusiya müharibədədir, İran müharibədədir, ABŞ müharibə edən tərəfdir. Avropa ölkələri Ukraynaya göstərdikləri maliyyə dəstəyindən sonra Avropa ölkələrinin özlərində də artıq iqtisadi problemlər yaranıb və bütün bunların fonunda əgər Çin bu az qala dünya müharibəsi olan bir dönəmdə əgər sıfır balans xərcləməklə bu 5 illikdən və yaxud da 3 ildən sağ çıxa bilsə, necə deyərlər, və bundan sonra Çinin inkişafını, Çinin dünyadakı hegemoniyasını mən düşünürəm ki, artıq dayandırmaq olmaz. Həm də Çin İranın müttəfiqlərindən biri idi, iqtisadi müttəfiqlərindən biri idi təbii ki, və yaxud da elə Rusiyanın özü. Amma baxın, bugün İran demək olar ki, təklənib. Və nə Rusiya İrana dəstək göstərir, çünki qarşı tərəfdə Trumpın olduğunu bilir Putin və Trumpın da hər hansısa radikal bir addım atacağını, radikal bir qərar verəcəyini təxmin edir deyə düşünürəm. Buna görə də Rusiya da az qala bu məsələdə səssizdir. İndi xırda oradan bəyanatlar verilir, amma bu təbii ki, əməli fəaliyyətə heç də keçmir. Ona görə də İran məsələsi bizim üçün bu günlərdə çox həssas bir məsələdir. Çünki bizim qonşuluğumuzdadır. Nə bundan sonra biz Azərbaycanlılar buradan gedənik,
nə də ki, təbii ki, İranlılar, yəni İran dövləti, İranda rejim dəyişə bilər, İranda hakimiyyət dəyişə bilər, amma bizim İranla qonşu olmağımız bir tarixi və həm də əbədi bir faktdır və bu düşünürəm ki, heç dəyişməz bir faktdır. Ona görə də İranda bu gün müharibə heç də Azərbaycanın xeyrinə deyil deyə mən düşünürəm. Okey, müəyyən bir yanaşmalar var, müəyyən bir təhlillər var. İranın parçalanması fonunda nələr olacaq, İran bölünəcəksə oradan hansı dövlətlər çıxacaq və yaxud da işin bədbin proqnozları da var ki, İrandan sonra növbəti həmlə Türkiyə ola bilər. Yaxşı, biz Azərbaycan olaraq Türkiyə təbii ki, bizim qanımız, tariximiz, genetikamız, hər şeyimiz bir olan bir qardaşımızdır təbii ki və Türkiyə ilə Azərbaycan hətta hərbi müttəfiqlik bizim müqaviləmiz də var, yəni rəsmi şəkildə biz müttəfiqik və Türkiyəyə bu cür irəliləyən illərdə olacaqsa, yəni bu bədbin proqnozlardan biridir. Azərbaycanın mövqeyi necə olacaq? Təbii ki, biz Türkiyənin yanında olacaq. Buna görə də regionda baş verən istənilən proses bizi maraqlandırır və mən arzu edirəm ki, daha az itkilərlə bu proses sonlansın. Fərqi yoxdur burada qalib kim olacaq, məğlub kim olacaq. Bu insan həyatından daha önəmli heç bir şey yoxdur. Və mən ümid edirəm ki, həm İranda, həm digər körfəz ölkələrində, həm elə İsrailin özündə daha az mülki insanın tələfatı qeydə alınsın. Maksimum dərəcədə körpələr, yeniyetmələr, uşaqlar ölməsin və tezliklə müharibə bitsin. Regionumuzda, xüsusilə də regionumuzda sülh bizim üçün ən əsas vacib məsələlərdən biridir. Və 3-cü Dünya müharibəsinin başlaması fonunda ümumiyyətlə Azərbaycanın rolu bizim region çox qaynar bir nöqtədə yerləşir. Şimalımızda Rusiya, cənubumuzda İran, ikisində də müharibədir bu dəqiqə və bizim həqiqətən də durumumuz çox acı ola bilər. Ona görə də ümid edək ki, tez bir zamanda bu raketləşmələr qarşılıqlı formada dayandırılacaq və diplomatiya önə çıxacaq. Artıq diplomatlar danışmalıdır, artıq siyasət danışmalıdır, silahlar susmalı və siyasətçilər danışmalıdır.